Bir də çirkin bir bidət var ki, insan özünü Rasulullah sallallahu aleyhi və səlləmin üzərinə olduğu yolun üzərinə göstərər. İddia eləyər ki, mən də o yolun üzərindəyəm, lakin onun mübarək dodaqlarının arasından çıxmayan sözləri onun adından deyər. Nə səbəbilə? Mənfəəti səbəbilə. Məsələn, Allah Rasulü sallallahu aleyhi və səlləmin feillərini icra etmədə bilirik ki, ən öndə gedən kim idi? Həzrət Ömərin oğlu İbn Ömər idi, Abdullah İbn Ömər. Lakin insanlar ondan soruşduğu zaman ki, sən bu dəvə ilə bu ağacın başına niyə fırlanırsan? Bu Allah Rasulunun sünnəsidir. Deyir, xeyr, mən demirəm bu Allah Rasulunun sünnəsidir. Lakin mən Allah Rasulü sallallahu aleyhi və səlləm belə edib görmüşəm və bu əməlindən dolayı ona yaxınlaşmaq üçün, yəni bizim ümumilikdə İslami termin olaraq təbarruk dediyimiz o şeydir, yəni bərəkət umma, yaxınlaşmaq üçün, yəni qəlbimin qəlbi ilə hallanması üçün bunu edirəm. Çaydan hansı formada keçirdisə, suyu hansı formada içirdisə və s. və ilə. Soruşulduğu zaman bəzi əməllər ki, sünnətdəndir, deyir, xeyr, sünnətdən deyil. Və mən demirəm sünnətdəndir. Və eləyin deyə də bir şey yoxdur. Sadəcə olaraq nədir bu? Bu, mənim Allah Rasulunun hər bir əməlini o şəkildə icra edib də ona yaxınlaşmaq arzumdan dolayı irəli gəlir.